Sizi bilmirəm, məni çox yandırır Qasimin müsibəti. Gəlir əmsindən icazə istəyir. Birinci dəfədir Kərbəlada görürəm, ağa qətiyyətlə yox deyir. Deyir, icazə olar gedim, deyir, yox. Heç kəsə bu yoxu deməmişdir. Uşaq oturdu yerə, qəmli halda gözlərindən yaş gəlir. Birdən yadına düşdü, atası İmam Həsənin vəsiyyəti var idi. Dedi, ən çətin vəziyyətində bu vəsiyyəti açıb oxuyarsan. Dedi, götürdü o məktubu, açdı, birinci dəfədir baxır, atasından məktubdur. Deyirsən, Əmin Hüseyni Kərbəlada görəcəksən, bir gün gələcək ki, Kərbəlada Əmin Hüseyni görəcəksən, hansı halda? Düşmənlərin əhatəsində, kimsəsiz qərib görəcəksən əmivi. Deyir, o vaxt canını əmindən əsirgəmə, canını apar əmivə hədiyyə elə. Məktubu götürdü, gəldi təqdim elədi əmisinə. Bir qardaşının məktubunu gördü, ikisi də ağladılar. Deyir ki, elə ki, özünə gəldilər, bu təzdən icazə istədi. Gördü ki, əmisi ağladı, kövrəldi, dedi, icazə verirsən, döyüşə gedim. Maraqlısı budur ki, Fəəbəl Hüseyn icazə vermədi yenə. Yenə dedi, yox. Deyir, onda neynədi? Onda gördü ki, əli hər yanından üzülüb, deyir, düşdü ayağına, düşdü əllərinə. Əlindən, ayağından öpür, yalvarır, hətta əzinə ləhu, hətta ta o vaxta zanki icazə verdi ona. Düşmən deyir ki, gəldi bir cavan oğlan meydana. Bir hücum elədilər, döyüşdü, o yaşı ilə döyüşdü. Bir alçaq gizlənmişdi, deyir, indi işini bitirəcəm. Yanındakı deyirlər, dedi ki, görmürsən necə nurani cavandır, niyə öldürürsən onu? Özləri dedi. Bir də onsuz da öldürəcəklər, sən eləmə. Dedi, yox, bu başqa məqamdır. Deyir, arxadan hücum elədi, onu vurdu. Yazırlar, üzü üstə gəldi yerə və əmi çağırdı. Səsi ucaldı. Bir namərd yanıb istəyir başını diri-diri bədənindən ayırsın. Nə yaxşı ki, orada var idi ya Abdullah. Qoymadım bir şəhidin başını diri-diri bədənindən ayırsınlar. Yeganə şəhid özün oldun ki, başı diri-diri kəstilər. Çünki bir kəs yox idi səni müdafiə eləsin. Deyir, şir kimi meydana düşdü, meydana gəldi. At belində vuruşur, onlarla Qasimi müdafiə eləyir. Deyir, onlar da atın üstündədir, döyüşə-döyüşə hərdən onun bədənini tapdalayırlar. Deyir, ya Abdullah ədrikini, əmsini köməyə çağırır. Birdən torpaq yatdı, gördülər, İmam Hüseyin oturub qardaşı balasının başını alıb dizinin üstünə. Bir o halda can verdi.